bürcü 30 iyun 2026-cı il. Günə faydalı işlərlə başlamağa dəyər. Bir çox məsələlərin həllinin öhdəsindən əla gələcəksiniz və əldə etdiyiniz nəticədən çox razı qalacaqsınız. Təkcə müstəqil hərəkət etmək deyil, həm də insanları bir araya gətirmək, onlara ortaq məqsədlər tapmağa, birgə fəaliyyətlər barədə razılığa gəlməyə kömək etmək bacarığınız işinizə yarayacaq. Bir çox insan təşkilatçılıq qabiliyyətlərinizi yüksək qiymətləndirəcək. Günün ikinci yarısı ünsiyyət dairəsini genişləndirmək istəyən qoçlara xoş tanışlıqlar vəd edir. Həm dostluq, həm də romantik münasibətlərin başlanğıcı mümkündür, amma hadisələri tələsdirməmək daha yaxşıdır. Təşəbbüs göstərərkən həddindən artıq israrlı olmayın. O zaman qarşı tərəfdə sizə doğru addım atacaq. Boğa bürcü 30 iyun 2026-cı il. Çox tələsməsəniz belə bir çox işi çatdırmağa vaxtınız olacaq. Bugün şərait çox uğurlu formalaşacaq. Üstəlik bir çox ideyalarınızı həyata keçirməyə, kömək etməyə hazır olan insanlar yanınızda olacaq. Buna görə də sadəcə çaşqınlıq yaşamayın və qarşınızda açılan imkanlardan yararlanmağa çalışın. Gün yeni tanıtlarla ünsiyyət baxımından çox əlverişli olacaq. Uğurlarınız barədə onlara danışmaqdan çəkinməyin. Siz çox şeyə nail olmusunuz və hamıya bunun necə baş verdiyini öyrənmək maraqlı olacaq. Bugün sizdən xüsusilə xoş təəssürat alan insanlar sonradan etibarlı müttəfiqlərinizə və işgüzar tərəfdaşlarınıza çevrilə bilərlər. Əkizlər bürcü 30 iyun 2026-cı il. Özünüzü əl alın. Emosional fon qeyri-sabit olacaq. Əhvalınız adi vaxtdan daha tez-tez dəyişəcək. Ani hisslərə qapılsanız, sonradan peşman olacağınız sözlər deyə və ya hərəkətlər edə bilərsiniz. Vaxtında dayanmaq, vəziyyəti qiymətləndirmək və addımlarınızı düşünmək üçün fazilə vermək bacarığı bugün xüsusilə vacib işlərlə məşğul olacaq əkizlər üçün çox faydalı olacaq. Dostlar, qohumlar, digər yaxın insanlarla görüşlər yaxşı keçəcək. Söhbət üçün çoxlu mövzu tapılacaq. Üstəlik maraqlı bir şey öyrənməyiniz də mümkündür. Bəzi əkizlər küs olduqları insanlarla barışa biləcəklər və buna çox sevinəcəklər. Sizi maraqlı tədbirlərə dəvət etmələri də istisna deyil və orada vaxtınızı əla keçirəcəksiniz. Xərçəng bürcü 30 iyun 2026-cı il. Günün başlanğıcı sizə o qədər də uğurlu görünməyə bilər. Bir çox xərçənglər bu vaxt xüsusilə səbirsiz olacaq və işlərdəki hər gecikməyə görə narahatlıq keçirəcəklər. Sadəcə bir qədər gözləmək lazım olduğunu izah etməyə çalışan insanlar isə qıcıq doğuracaq. Mürəkkəb məsələlərin müzakirəsini təxirə salmaq, ümumiyyətlə ciddi söhbətlər aparmamaq daha yaxşıdır. Maraqlı bir məşğuliyyət tapıb ona diqqət yönəltsəniz özünüzü daha yaxşı hiss edəcəksiniz. Axşam yaxınlaşdıqca ünsiyyətdən daha çox zövq almağa çalışacaqsınız. Dostlar xoş xəbərlər, vacib qərarlar qəbul etməyə kömək edəcək məlumatlar paylaşacaqlar. Sevdiyiniz insan sizi xoş sürprizlə sevindirəcək və ya çoxdan arzuladığınız bir şeyi hədiyyə edəcək. Ailəli xərçənglərin isə uşaqları ilə fəxr etmək üçün yeni bir səbəbi olacaq. Şir bürcü 30 iyun 2026-cı il. Səhər tezdən vacib işlərə başlamağa dəyməz. Çox güman ki, diqqətinizi cəmləmək çətin olacaq. Buna görə də xoşa gəlməz səhvlərə yol vermək, nəyisə unutmaq və ya qarışdırmaq ehtimalı böyükdür. Kiminləsə görüş barədə razılaşmısınızsa, yer və vaxtı bir daha dəqiqləşdirin. Kiminsə səhv yerə gəlməsi, gecikməsi riski var. Ən yaxşısı, xoşunuza gələn işlərlə məşğul olmaq, ciddi məsələlər barədə düşünməməkdir. İş həftəsindən sonra bir qədər dincəlmək sizə faydalı olacaq. Günün ikinci yarısında gözlənilmədən xərclər yarana bilər. Söhbət böyük məbləğdən getməyəcək və nəyə qənaət etməyin mümkün olduğunu anlamaq üçün kifayət qədər vaxtınız olacaq. Buna görə də sadəcə əsəbləşməyin, tələsik qərarlar verməyin. Qız bürcü 30 iyun 2026-cı il. Bir çox qızlar bugün fəlsəfi əhval-ruhiyyədə olacaq, müxtəlif mücərrəd mövzular və ümumi məsələlər haqqında düşünəcəklər. Bunu sizi anlayan, maraqlarınızı bölüşən bir insanın yanında etmək daha yaxşıdır. Onun dəstəyi çox xoş olacaq, iradları isə fayda verəcək. Günün ilk yarısı nisbətən sakit keçəcək. İkinci yarısı isə sizi gözlənilməz hadisələrlə təəccübləndirə bilər. Siz çaşqınlıq yaşamayacaq. Baş verənlərdən necə faydalanmaq lazım olduğunu tez anlayacaqsınız. Ən yaxın insanlarla münasibətlərdə müəyyən dəyişikliklər mümkündür. Əgər əvvəllər aranızda fikir ayrılıqları olubsa, bugün onları keçmişdə qoymaq mümkün olacaq. Tərəzi bürcü 30 iyun 2026-cı il. Pulla daha ehtiyatlı davranın. Bugün onu xərcləmək çox xoş görünə bilər, amma bir qədər sonra kifayət qədər qənaətçil davranmadığınıza görə peşman olacaqsınız. Xüsusilə kredit vəsaitindən istifadə etməklə alış-veriş etməyə tələsməyin. Ümumiyyətlə maliyyə öhdəlikləri götürmək arzu olunmazdır. Çünki imkanlarınızı ciddi şəkildə şişirmək riskiniz var. Qalan məsələlərdə isə gün o qədər də pis deyil. Qeyri-rəsmi şəraitdə ünsiyyət üçün çox münasibdir. Yeni tanışlarla tez dil tapacaq. Onları öz işinizə cəlb edə biləcəksiniz. Romantik maraq yaranması da istisna deyil. Əgər kimsə xoşunuza gəlirsə, təşəbbüs göstərməkdən çəkinməyin. Bu yerinə düşəcək və böyük ehtimalla qarşılıq alacaq.
Əqrəb bürcü 30 iyun 2026-cı il gün bəzi vacib hadisələr gətirə bilər. Çox güman ki, onların nə qədər əhəmiyyətli olduğunu dərhal anlamayacaqsınız. Amma bu baş verənlərə düzgün reaksiya verməyinizə və doğru strategiya seçməyinizə mane olmayacaq. Bəzi əqrəblər maliyyə və əmlak ilə bağlı məsələlərin öz xeyirlərinə həll olunduğunu öyrənərək özlərini daha inamlı və sərbəst hiss edəcəklər. Səfərə çıxacaq bürc nümayəndələri günü əla keçirəcəklər. Mühitin dəyişməsi xüsusilə son həftə ərzində çox monoton işlərlə məşğul olub darıxan insanlar üçün faydalı olacaq. Bugün çoxlu yeni təəssüratlar olacaq. Bunlar sizi canlandıracaq və ruhlandıracaq. Ox atan bürcü 30 iyun 2026-cı il. Əvvəllər buraxılmış bəzi səhvləri düzəltmək, onların nəticələrini aradan qaldırmaq imkanı yaranacaq. Bir çox ox atan üçün bu xüsusilə vacib hesab etdikləri sahədə uğura aparan ilk addım olacaq. Faydalı bir şey öyrənmək, dəyərli məlumat əldə etmək və ya təcrübəsi yaxın zamanda işinizə yarayacaq bir insanla tanış olmaq şansı da mümkündür. Gün məişət problemlərinin həlli, kiçik təmir işləri, yaşayış yerinin yenilənməsi üçün pis deyil. Lakin nəzərə alın ki, bunun üçün müəyyən xərclər lazım olacaq. Məbləğ böyük olmayacaq, amma yenə də həmin pulu xərcləmək sizi bir qədər məyus edə bilər. Özünüzə xatırladın ki, bu xərclər əbəs deyil və buna görə çox narahat olmayın. Oğlaq bürcü 30 iyun 2026-cı il gün şəxsi münasibətlər baxımından çox əlverişli olacaq. Bu, mühüm sahədə nəzərə çarpacaq müsbət dəyişikliklər mümkündür. Əvvəllər hissləri və istəkləri ilə bağlı tərəddüd edən bir çox oğlaqlar nəhayət qərar verəcək və onların əhvalı xeyli yaxşılaşacaq. Yaxınlarınızı sevindirmək istəsəniz, bunun üçün mütləq imkan yaranacaq. Düzdür, bəzi planlaşdırılmamış xərclər mümkündür, amma onlar büdcənizə ciddi zərər vurmayacaq. Yeni tanışlarla ehtiyatlı davranmaq lazımdır. Onların dediyi hər şeyi dərhal inanmayın. Təxribatlara uymayın. Başqalarının sözlərindən daha çox öz sağlam düşüncənizə güvənin. Haqqında demək olar ki, heç nə bilmədiyiniz insanlara məsləhət görülmür. Dolça bürcü 30 iyun 2026-cı il. Əgər vacib bir şeyə nail olmaq istəyirsinizsə, israrlı olun. Bugün çox şey öz-özünə alınacaq. Məqsədləriniz nə qədər ciddi olsa da, onlara çatmaq üçün bir qədər səy göstərməli olacaqsınız. Amma bunu tək başına etməli olmayacaqsınız. Sizə səmimi şəkildə kömək etmək istəyən insanlar yanınız olacaq. Sizə isə sadəcə nə etmək lazım olduğunu izah etmək qalacaq. Sizi təkcə köhnə tanışlar deyil, yaxınlarda tanış olduğunuz insanlar da dəstəkləyə bilərlər. Bu, uzun müddətli dostluğun başlanğıcı ola bilər. Əgər bugün təvəzzükar uğurlarla kifayətləməyə hazırsınızsa, gün mütləq xoşunuza gələcək. Vaxtı xoş keçirmək, köhnə dostlarla görüşmək, maraqlı işlə məşğul olmaq üçün çoxlu imkan yaranacaq. Köhnə hobilərinə qayıdan dolçalar oradan yeni ilham mənbəyi tapacaqlar. Balıqlar bürcü 30 iyun 2026-cı il. Əgər imkanlarınızı həddindən artıq qiymətləndirməsəniz, başqalarından çox şey tələb etməsəniz, gün kifayət qədər xoş keçəcək. Çoxdan qarşıya qoyduğunuz bir məqsədə çatmaq və ya son vaxtlar üzərində düşündüyünüz ideyanı həyata keçirmə şansı yarana bilər. Yeni tanışlar sizə gözlənmədən kömək edəcəklər və ortaq işlər sizi xeyli yaxınlaşdıracaq. Bu, həm uzun müddətli dostluğun, həm də gözəl romantik hekayənin başlanğıcı ola bilər. Günün ikinci yarısında pulla bağlı hər məsələdə daha diqqətli olmaq lazımdır. Bu, alış-veriş üçün ən yaxşı vaxt deyil. Lazım olanından qat-qat çox pul xərcləməyə riskiniz var. Amma digər məsələlərdə bu dövr əlverişli olacaq. Xüsusilə qeyri-adi bir görüşə gələcək. Aşiq balıqlar üçün bu vaxt çox xoş keçəcək.